Salam, hər vaxtınız xeyir, hörmətli müəllimlər. Bu video vasitəsilə ümumi təhsil pilləsində təhsil alanlarda formalaşdırılan səriştələr barədə sizə danışmaq istəyirəm. Ümumiyyətlə müəllimlər, səriştələr nə deməkdir? Səriştə belə qeyd edeyim ki, deməli təcrübə deməkdir. Yəni şagird bütün hansı ki, məsələn, bu səriştələr özləri 3 kateqoriyaya ayrılırlar. Təfəkkürlə bağlı səriştələr, fəaliyyətlə bağlı səriştələr və dəyərlərlə bağlı səriştələr. Yəni şagird bu hər 3 səriştəyə ta olaraq orta məktəbdən yiyələnməlidirlər. Ümumiyyətlə müəllimlər, baxın, əgər məsələn, deyək ki, bir şəxs məsələn deyək ki, ünsiyyət olmasa, ünsiyyət bacarığı olmasa, o insan sosiallaşa bilməz. Məsələn, bir insan əgər təfəkkürü normal işləmirsə, o necə inkişaf eləyə bilər? Çünki təfəkkürdən başlayır da bütün bu inkişaf, belə deyək. Cəmiyyətə inteqrasiya, sosiallaşmasa, yəni ünsiyyət olmasa, əməkdaşlıq olmasa, cəmiyyətə inteqrasiya edə bilməz. Belə deyək ki, ümumilikdə, yəni bu səriştələr hamısı, yəni şəxsin inkişafında böyük rolu vardır. Ümumiyyətlə, yəni bu səriştələr harda və necə formalaşdırılır? Bu səriştələr məktəbdə formalaşdırılır müəllimlər. Demək, tədris olunan fənlər, bir də dərsdəkənar məşğələlər. Yəni bunlar adətən dərdəklər filan olur ki, yəni bunlar da təbii ki, hamısı harda icra olunur? Məktəbdə icra olunur. Yəni məktəbdə tədris olunan fənlər və dərsdəkənar məşğələlər əsasında inkişaf etdirilmiş olur. İndi isə keçək izaha. Bu arada üzr istəyirəm səsimə görə müəllimlər. Deməli, başlayaq. Birinci təfəkkürlə bağlı olan səriştələrdən başlayırıq. Təfəkkürlə bağlı olan səriştələrdə müəllimlər, birinci başlayır yaradıcılıq. Yaradıcılığın digər adı kreativlikdir. Kreativlik nədir? Kreativlikdir. Burada uşaqlar həm məktəbə hazırlıq, baxın, məktəbdə həyata keçirildiyinə görə, baxın, görürsünüz, məktəbdə olan təhsil pilləsi və səviyyələrini, təhsil pilləsinin səviyyələrini əhatə edir. Baxın, məktəbə hazırlıq. Məktəbə hazırlıq bu nə deməkdir? Əşyalarda qeyri-adi istifadə eləyir. Məsələn, məktəbə hazırlıq səviyyəsində hər hansı bir əl işləri hazırlamaq nəzərdə tutulursa, uşaq həmin əl işini hazırlayır. Bir neçə əşyadan istifadə etməklə. Mövcud olanlara orijinal əlavələr edir. Müəllimlər, məsəl üçün deyək ki, hər hansı bir deyək belə qeyd edeyim ki, hər hansı bir deyək ki, paltar almısınız, nələrsə almısınız və onun forması sizin xoşunuza gəlmir və yaxud da deyək ki, paltarın qolu yoxdur, ona qol əlavə eləyirsiniz və bu kimi şeylər daxildir ibtidai təhsil səviyyəsinə. Yəni ibtidai təhsil səviyyəsində şagird artıq bu tipli dəyərlərə, bu tipli bacarıqlara yiyələnmiş olacaqdır. Yəni müəyyən mövcud olan nədir? Paltar. Paltarın üstünə müəyyən əlavələr eləmək, bu artıq nə olacaq? Dəyərli müəllimlər, deməli yaradıcılıq, yəni yaradıcılıq hesab olunacaq ibtidai təhsil səviyyəsində. Daha sonra müəllimlər keçirik burada ümumi orta təhsil səviyyəsində deyir, qeyri-standart yanaşma nümayiş elətdirir. Qeyri-standart yanaşma nə deməkdir? Baxın, məsələn, deyək ki, əl işləri nümayiş elətdirir. Əl işləri baxın nədir? Məsələn, xanımlar, indi bir çox xanımlar belə qeyd eləyək ki, məsələn, padnos alırlar, müəyyən bəzək əşyaları alırlar və orada belə deyək ki, padnosa elə bir bəzək verirlər ki, həqiqətən də bu görənləri heyran eləyir və buna deyirlər, bu qeyri-standart yanaşma nümayiş elətdirir də. Qeyri-standart nə deməkdir? Burada artıq hər kəs onu düşünə bilmir. Burada və burada hər kəs düşünə bildiyi halda, burada bunu hər kəs edə bilmir. Yəni bu adam eləyir. Yəni o bacarıq ona aiddir. İnnovativ layihələrdə çıxış edir. Yəni yaradıcı layihələrdə, layihə bilirsiniz ki, layihə işi çox uzun çəkən bir şeydir. Yəni layihəni hazırlamaq üçün kompüter proqramları bilmək, araşdırmaq üçün mənbələri müəyyən eləmək, müəyyən resurslar olmalıdır və s. onların üzərində çalışmaq və layihə icra eləmək özü çox çətin bir işdir həqiqətən. Yəni innovativ layihələr hazırlaması artıq tam orta təhsil səviyyəsindədir. Bunda nəyin əsasında formalaşır? Baxın, bunların əsasında əgər minimum olmasa, maksimum da olmaz, yəni müəllimlər. Daha sonra keçirik tənqidi təfəkkür. Tənqidi təfəkkür bildiyi və yeni informasiya arasında deyir fərqləri müəyyən eləyir. Məsələn, bildiyi, məsələn, uşaqda bir hadisə baş verir, başlayır soruşmağa səndən. Soruşur ki, hə, məsələn, bilirəm də, belədir. Bəs bu niyə belədir? Başlayır soruşmağa. Və o zaman həqiqətən də uşaqlarla təmkinlə davranmaq lazımdır. Yəni burada oxşar fərqli cəhətləri artıq burada müəyyən eləmiş olur. Yenə də üzr istəyirəm səsimə görə. Fikrini əsaslandırmağı bacarır. Uşaq 4-cü sinifin sonunda bu mənim xoşuma gəldi və yaxud da bu mənim xoşuma gəlmədi. Bu ümumi fikirlərdir. Amma əsaslandırma nəyə görə xoşuma gəldi, nəyə görə xoşum gəlmədi? Bu olur artıq uşaqlarda əsaslandırma bacarığı.
Təhlil edilən dil məsələlərdə uyğunsuzluq və ziddiyyətləri müəyyən eləyir. Burada nə deməkdir? Məsələn, hər hansı bir, məsələn, deyək mətni götürür, mətni başlayır təhlil aparmağa, hadisələrin nə dərəcədə uyğun olub-olmadığını, ziddiyyət təşkil edib etmədiyini artıq müəyyən eləyir. Qiymətləndirmə zamanı sübutlara, yəni dəlillərə və dəyərlərə əsaslanır. Müəllim qiymətləndirmə apararkən, məsələn, müəllim yox, hər hansı bir insanı məsələn biz, qiymətləndirərkən və sairə tənqidi təfəkkürümüz işə keçməlidir. İşə keçəndə artıq biz qarşımızdakı insanları doğru qiymətləndirə bilirik, yəni, belə deyim. Yəni dəlillərə əsaslanmalıdır. Belə əsaslı şəkildə kimsə qiymətləndirib və haqqında gələcək söz deyə bilməz. Müəllimlər. Daha sonra keçək problem həll etmə. Problem həll etmədə bilirsiniz burada açar məqamları var. Bunu qeyd edeyim sizin üçün. Bax, problem sözü var. Bax, görürsünüz açar məqam, problem həlli. Problem, bax, problemli situasiya filan. Problemin həlli ilə bağlı ehtimallar irəli sürür. Artıq ehtimalsızlıq səviyyəsində uşaq problemin həlli ilə bağlı öz ehtimallarını irəli sürür. Məsələn, deyək ki, evdə çörək yoxdur. Uşaqdan soruşsa ki, evdə çörək yoxdur, nə edə bilərəm? Başlayır o öz variantını deməyə. Problemin həlli üçün alqoritmlər qurur müəllimlər. Bir problemi həll etməkdən ötəri addımlar, bir neçə addımlar müəyyən eləyir. Bax, ardıcıllığına bir neçə addımlar, yəni həll yolları müəyyən eləyir. Problemin optimal həll yollarını müəyyən edir və problemin müəyyən həll yolları var ola bilsin. Onların içərisində ən düzgünü, məsələn, burada deyək ki, hamısını sınayırsa o da bir nəticə gəlir. Amma burada isə ən uyğununu, məntiqlə, baxın, ümumi orta təhsil səviyyəsi uşaqlar artıq xüsusi məntiq qazanırlar və burada ən optimalı bir neçə yol düşünürlər və ən uyğununu, ən optimalını seçirlər. Problemli situasiyada emosional sabitlik nümayiş elətdirir. Məsələn, bir problem yarandığı anda çaşıb, ağlamaq, qışqır-bağır salmaq əvəzinə, yəni özündə emosional sabitlik nümayiş elətdirir, təmkin nümayiş elətdirir və problemi xeyir verə biləcək dərəcədə həll edir. Daha sonra müəllimlər davam edirik, qərar qəbul etmək. İndi müəllimlər qərar qəbul etməklə, belə deyim ki, qərar qəbul etməklə problem həll etməyin mənasını sizə izah eləmək istəyirəm. Bircə dəqiqə. Problem nədir? Problem bizim həyatımızda çıxa biləcək bir şeydir. Biz onu həll etsək, o bizim həyatımızda çıxacaq. Amma qərar qəbul etmək isə etdiyimiz qərar bizim həyatımızın içinə daxil olur. Bizim həyatımızın içinə daxil olur. Bax, verdiyimiz qərarlar. Baxın, problemin həlli ilə bağlı ehtimallar irəli sürdü və yaxud da ki, ehtimalın biri həll oldu, problem bunu həyatından çıxarır. Problemin həlli üçün alqoritmlər qurur, yəni addımlar seriyası qurur da, yəni bir neçə problemin həlli ilə bağlı alqoritmlər, yəni bir neçə həll yolları müəyyən eləyə bilir. Problemin optimal həlli yolları, ən uyğun həlli yolu müəyyən elədi. Problem bunun həyatından həll olundu, getdi. Daha onun elə bir problemi olmayacaq. Və problem yaranan zaman emosional sabitlik nümayiş elətdirməklə problemi səmərəli yolla həll edir. Amma qərar qəbul etmədə, müəllimlər, qərar qəbul etmədə artıq qərar qəbul edir. Uşağından soruşursan ki, sən deyək ki, bu gün saqqız almaq istəyirsən, özü üçün qərar qəbul edir. Bəli, deməli, burada nə yaranacaq? Müsbət. Müsbət nə isə yaranacaq. Bax, müsbət deməli həyatında. Burada çıxıldı, baxın, burada çıxılır. Burada isə daxil olur. Sənin verdiyi qərardan çox şey asılıdır. Bir də qərar qəbul etməkdə müəllimlər, qərar qəbul etmə, açar məqam. Baxın, qərar sözü var burada. Bax, qərar. Sonra qərarlar sözü var. Bu görürsünüz, açar məqamlar qeyd olunur. Deməli, müəllimlər, deməli, burada belədir ki, qərar qəbul etdi, o sən həyatıma daxil oldu. Qərarlar artıq ibtidai təhsil səviyyəsində, təhsil səviyyəsində uşaq artıq qərarın müsbət və mənfi cəhətləri proqnozlaşdırır. Baxın, düşünür ki, mən bu gün dərsi oxumasam, mənim üçün nəticəsi nə olacaq? Oxusam dərsin nəticəsi nə olacaq? Hə, bax, məsəl üçün oxusam nəticə nə olacaq? Deməli, öz halına, öz yaşına uyğun, öz belə deyək ki, öz səviyyəsinə uyğun olaraq problemin müsbət mənfi tərəflərini belə deyək ki, proqnozlaşdıra bilir. Qərar qəbulunda prioritetləri, yəni əsas məsələlərə belə deyək ki, əsas məsələlərə belə deyək ki, diqqətli verir. Bax, prioritetlərə diqqətli verir. Yəni qərar qəbul edən, bax, qərar qəbulu istənilən halda bizim həyatımıza daxil olur demişəm. Deməli, prioritetlərə, qərar qəbulunda əsas məsələlərə, ən əsası nədir? Baxın, universitetə hazırlaşmaq istəyir uşaq. Deyir ki, mən birinci qrupa hazırlaşmaq istəyirəm. Prioritet nədir? Uşağın humanitar sahəyə heç həvəsi yoxdur. Və qərar qəbul edərkən gələcək peşəsi birinci qrupdadır. Ona görə də uşaq birinci qrupu seçir və birinci qrup üzrə istiqamətini müəyyən eləyir, hazırlaşır. Məsələn, əsaslandırılmış qərarlar verir və onun nəticəsi üçün məsuliyyət daşıyır da, belə deyək.
və onun nəticəsi üçün məsuliyyət daşıyır. Baxın, uşaq universitet imtahanı verib, artıq ixtisas seçimidir. İxtisas seçimi zamanı belə deyək ki, uşaq qərarsız qalır. Balı hüquq fakültəsində istəyir, amma 500 neçə bal toplayıb, müəllimliyə düşür onun balı. Uşaq bu halda düşünür. Yaxşı, mən 1 ildə hazırlaşım, hüquq fakültəsinə gedim, yoxsa elə müəllimliyə daxil olum? Yəni burada uşaq hər bir qərarın nəticəsində yaşamaqda özü belə sorumludur. Özü belə deyək məsuliyyət daşıyır. Qərar verəcək ki, gələn il də hazırlaşım, biləcək ki, gələn il hazırlaşmaqdan ötəri əgər müəllimlə hazırlaşacaqsa bunun ödənişini eləməlidir. Yenə də yuxu rejimi, nə bilim yemək yemək rejimi və s. də bunlar hamısı yəni normal qaydada getməyəcək və yaxud da normal qaydada gedəcək. Onlar hamısı rejimlə olacaq. Amma məsələn deyək ki, uşaq məsələn deyək ki, müəllimlik ixtisasına getdi. Müəllimlikdə yaşayacaq çətinliklərin məsuliyyətini ancaq özü çəkir. Çünki özü istəyərək seçib də belə deyək. Yəni verdiyi qərarın məsuliyyətini dərk edir və ona doğru və ona uyğun olaraq davranır, belə deyək. Hə, müəllimlər, müstəqil öyrənmə. Müstəqil öyrənmə nədir? Müstəqil öyrənmə maraq nümayiş elətdirir. Məsələn, uşaq nəyəsə maraq nümayiş elətdirir. Məsələn, deyək ki, uşağı həvəsləndiririk, məktəbə hazırlığa gedəndə başlayır rəqəmləri, hərfləri öyrədir. Müəllim də qiymət verir, 5 verir buna. O daha da həvəslənir və bu işi daha da çox etmək istəyir. Yəni insan təriflənəndə daha da belə deyək ki, çalışmağa həvəsli olur, fəaliyyətə meylli olur. Öyrənmə mənbələrini nümayiş belə deyək ki, öyrənmə mənbələrini ayırd edə bilər. Məsələn, tutalım uşaq deyir ki, baxır, müəllim ona tapşırıq verir, fikirləşir ki, mən bunu kitabda da araşdıra bilərəm, internetdə də araşdıra bilərəm və yaxud da gedib elə atamdan soruşa bilərəm. Baxın, görürsünüz, öyrənmə mənbələri müxtəlif cürdür və mütləq onun belə deyək ki, şagird artıq ibtidai təhsil səviyyəsində bunları artıq dərk eləməlidir. Öyrənmə fəaliyyətlərini müəyyənləşdirmə istiqamətini tamamlaya bilər. Məsələn, uşaq artıq 9-cu sinifə çatır, uşaq həm məktəbə gedir, həm buraxılış imtahanına hazırlaşmalıdır, eyni zamanda ali məktəbə hazırlaşır və bu zaman uşaq təbii ki, öyrənmə fəaliyyətini, bəs müstəqil öyrənmə harda yaranır? Uşağın həvəsi olanda və uşaq o zaman nə edir? Öz öyrənmə fəaliyyətlərini, məsələn, hansı saatda yatıb, hansı saatda durmağı, necə oxumağı, nətər oxumağı, bu özü daha yaxşı bilir. O uşağa artıq istiqamət vermək lazım deyil, çünki onun öyrənmə marağı var və o öyrənəcək. Demək, öyrənmə fəaliyyətlərinin keyfiyyətini qiymətləndirir. Məsələn, uşaq sınaq imtahanına gedir, görür ki, burada aşağı nəticə toplayır və öz-özlüyünə düşünür ki, mənim ümumiyyətcə aşağı nəticə toplamağıma səbəb son bir həftə və yaxud da 2 həftə dərslərə yaxşı davam etməməyimdir. Yəni marağımı ölməkdir. Ola bilər hər hansı bir hadisə də səbəb ola bilər. Amma bunların nəticəsində uşaq artıq yəni belə qeyd eləyək ki, demək öz öyrənmə fəaliyyəti keyfiyyətli dəyərləndirməyi bacarmalıdır. Yəni ki, mən necə yaxşı oxudum, necə pis oxudum, bu gün necəyəm dərslərimdə, nə səbəbə pis oldu, nə səbəbə yaxşı oldu. Yəni belə deyək ki, yəni özünə obyektiv yanaşmalıdır burada. Əgər uğur əldə etmək istəyirsə, artıq uşaqlar burada özlərinə obyektiv yanaşırlar. Davam edirik dəyərli müəllimlər. Deməli, bu hissədə artıq fəaliyyətlə bağlı səriştələrə baxacağıq. Deməli, fəaliyyət nə deməkdir? Sizin iş həyatınız, sizin əmək həyatınız, fəaliyyətdə olduğunuz gündə istifadə edə biləcəyiniz, baxın, bütün bacarıqlar bunlardır 21-ci əsrdə. İndi bunların gəlin xırdalıqlarına baxaq. Ünsiyyətlə bağlı olan, belə qeyd edeyim də, ünsiyyətlə bağlı olan belə səriştələrdə müəllimlər, səriştədə daha doğrusu, baxın, ünsiyyət, fikrini ifadə etmək, nə bilim, yenə ünsiyyət qurmaqdır, baxın, nəyisə münasibət bildirmək, yəni fikir bildirmək və bu kimi yəni açar məqamlar var. Bu məsələlərdə diqqətli olun. Deməli, dəyərli müəllimlər, ünsiyyət etiketləri, üzr istəyirəm, bunu düzəldim. Ünsiyyət etiketlərinə riayət edir. Yəni burada ünsiyyət etiketləri nədir? Salam, sağ ol. Yəni bir-birləri ilə də, yəni belə deyək ki, uşaqlar 5 yaşında belə bunu bilirlər. Çox sağ ol. Yəni ünsiyyət qurmaqda ötəri və yaxud da ünsiyyət qurarkən dinləmədir. Bax, bunların hamısına riayət edir. İbtidai təhsil sonunda uşaqlar nəyi anlamadı? Baxın, bütün bu təhsil səviyyələri hamısı sonunda əldə etdiklərimiz bizi gələcək həyata hazırlayır. Yəni ünsiyyət etiketlərini məsələn burada öyrənsə, bax məsələn bu hissədə öyrənsə, burada artıq həyatda bir çox şey gecikmiş olur. Ona görə də biz həyatda bir şəxsiyyət kimi formalaşmaq istəyirsə və formalaşdırmaq istəyiriksə, təbii ki, hər şeyə öz vaxtında başlamaq lazımdır. Öz fikirlərini ifadə etməyi, baxın, öz fikirlərini ifadə etmək və digərləri dinləməyi bacarır. Deməli, fikir söyləyərkən kimlərsə, yəni qarşısındakı insanı dinləməyi eyni zamanda bacarır. Ana dilində deyir ünsiyyət qurur. Ana dilində ünsiyyət qurur.
Deməli deyir, ana dilində ünsiyyət qurur və görürsüz ki, yenə də burada da ünsiyyət məsələsi var. Ana dili eyni zamanda xarici dildir. Biz bilirik ki, yəni uşaqlar 9-cu sinifdən sonra əmək həyatına atılırlar. Yəni istəsə peşə yönümlü oxuyurlar və ya da orta ixtisas təhsili, yəni subbakalavr kimi yəni təhsillərini davam etdirirlər. Yəni burada belə qeyd edeyim ki, 9-cu sinifə qədər lata, ibtidai sinifdə uşaqlara xarici dil keçirilir və deyir xarici dildə deyir ünsiyyət qurur. Məsələn, ola bilər rus dili deyir, ingilis dili deyir, ingilis dili keçir və bunların hər hansı birində uşaq ana dilinə yanaşı onların birində, çünki o da dildir də, orada da ünsiyyət qurur. Baxın, ünsiyyət dedikdə 9 illiyin sonunda bu nəzərdə tutulur. Uşaq ana dilinə yanaşı başqa dildə bilməlidir. Tam orta təhsil səviyyəsində isə ana dilində xarici dillə fikirlərə münasibət bildirir. Deməli bunun dil səviyyəsi o qədər mükəmməlləşir ki, bu artıq başqa fikirlərdə münasibət bildirir, öz fikirlərini irəli sürməyə başlayır. Aydın oldu müəllimlər? Yəni burada fikri ifadə etmək, münasibət bildirmək, ünsiyyət qurmaq və demək ünsiyyətlə bağlı açar məqamlardır. Əməkdaşlıq nə deməkdir müəllimlər? Əməkdaşlıq burada kollektiv daxilində olur. Baxın, burada görürsüz açar məqam nədir? Kollektiv. Baxın görün. Kollektiv, burada da kollektiv. Deməli, kollektivdə iştirak qaydalarını bələddir. Yəni bilir ki, qrup daxilində o necə iştirak etməlidir. Kollektivdə işləməyi bacarır. Kollektivdə işləməyi necə bacarır? Məsələn, kollektivdə hamının öz işi olur da. Məsələn, deyək ki, uşaqlar kollektiv şəkildə işləyirlər. Biri mətin yazır, biri araşdırma aparır, biri müzakirəyə cəlb olunur, biri deyək ki, şəkil, eskiz nəsə çəkir. Yəni görürsüz, hərənin öz işi var. Deməli, kollektivdə işləməyi artıq ibtidai sinifdə uşaq yiyələnir. Kollektivin orta məqsədləri üçün çalışır. Kollektivin orta məqsədləri üçün çalışır. Təbii ki, yəni uşaq öz yəni komandasının xeyrinə olaraq durmadan çalışır. Yəni bu olur kollektivin orada. Yəni öz komandasını deyək ki, belə deyək də xeyri üçün çalışır. Onun üçün nəsə etmək istəyir. Kollektivdə bircə fəaliyyət və liderlik bacarıqlarını nümayiş etdirir. Kollektivdə bircə fəaliyyət və liderlik bacarıqlarını nümayiş etdirir. Deməli uşaqlar kollektivdə bircə fəaliyyət və liderlik bacarıqlarını nümayiş elətdirir. Belə deyək ki, uşaqlar artıq yəni ta əvvəldən etibarən baxın, gəlir burada kollektivdə necə fəaliyyət göstərir? Sərbəst şəkildə. Baxın, burada sərbəstdir, səhvsiz şəkildə işləyir uşaq. Liderlik eyni zamanda burada liderlik bacarığına yiyələnir. O qədər komanda ilə işləyir ki, ən sonda liderlik bacarığına yiyələnmiş olur. Daha sonra müəllimlər, bizdən 21-ci əsrdə tələb olunan səriştələrdən bacarıqlardan biri də rəqəmsal bacarıqlar. Yəni bizim nədir? İKT bacarıqlarımızdır. Yəni 11-ci sinifə qədər uşaqlar artıq bunu mükəmməl şəkildə yiyələnməlidirlər. Baxın müəllimlər, hər hansı bir peşə sahəsinə sənəd verərkən müəllimlər olsun. Müəllimləri qoyaq kənara. Müəllimlər məsələn deyək ki, müəllimin İKT bacarığı yoxsa kurslara göndərirlər də. Gedirlər kurslarda iştirak edirlər və bacarıqları yiyələnirlər. Başqa digər iş sahələrində CV verəndə, nəsə sənəd verəndə mütləq şəkildə kompüter bacarıqlarına baxırlar və yaxud da hansı proqramlar bilir kompüterdə. Ona yəni ki, işin təyinatına uyğun olmalıdır. Deməli gəlin görək məktəbə hazırlıq səviyyəsində uşaq nələri bilir? İnformasiya, kommunikasiya texnologiyalarını tanıyır və fərqləndirir. Yəni bunları bilir. Nədir? Telefondur, planşetdir, daha sonra kompüterdir. Bunları bilir, fərqləndirir ki, bunlar ayrı-ayrıdır da, yəni fəaliyyətləri ayrı-ayrıdır. İKT-də ilkin istifadə bacarıqlarını nümayiş elətdirir. Uşağa İKT-dən ilkin istifadə bacarıqlarını nümayiş elətdirir. Onun ilkin necə, yəni ilkin istifadə bacarıqları nədir? İKT-dən ilkin istifadə bacarıqlarını nümayiş elətdirir. Yəni müəllimlər, bu o deməkdir ki, uşaqlar artıq görürsüz ibtidai sinif səviyyəsində onlara rəqəmsal keçirilir də. Onlar yavaş-yavaş öyrənirlər və onlar yavaş-yavaş artıq müəllimin tapşırıqlarını yerinə yetirirlər və burada o nəzərdə tutulur. Uşaq yavaş-yavaş onun müəllimdən öyrəndiklərini tətbiq etməyə başlayır. İKT-ni imkanlardan məqsədyönlü şəkildə istifadə edir. Yəni burada məqsədyönlü nə deməkdir müəllimlər? Özünə xeyir verə biləcək dərəcədə. O bilir ki, telefon, planşet və ya da kompüter, yəni oyun oynamaq üçün deyil. Yəni dərslərini araşdırmaq, özünü inkişaf elətdirmək, yəni dərslərində daha yaxşı hazırlığa gedirsə, hazırlıq üçün istifadə edir və s. Baxın, məqsədyönlü özünü inkişaf elətdirmək deməkdir. Özünü inkişaf elətdirmək, biliyini, hər məqamda yəni özünü inkişaf elətdirmək nəzərdə tutulur. Hər məqamda deyəndə təbii ki, burada etik qaydalar nəzərə alınır. Elmi cəhətdən öz mədəni səviyyəsini, elmini artırmaq üçün istifadə olunur. Cəmiyyətin həyatında İKT-nin əhəmiyyətini dəyərləndirir. Yəni uşaq artıq bu səviyyədə, baxın, tam orta təhsil səviyyəsində İKT-nin cəmiyyət həyatında İKT-nin əhəmiyyətini dəyərləndirir. Baxın, cəmiyyətin həyatında İKT-nin əhəmiyyəti nədir? Onu dəyərləndirir. Başa düşür, onu dəyərləndirir ki, deməli, kompüter, informasiya, kommunikasiya texnologiyaları elə belə deyil. Əslində bunlar da bu cəmiyyətin mənafeyinə xidmət edir də, inkişafına, insanların necə deyim, müasirləşməsinə, yəni bilirsən daha da biliyinin təkmilləşdirilməsinə və s. Bax, bu yöndə qiymətləndirmələr aparır. Daha sonra fəal istifadəçi bacarığını nümayiş elətdirir. Yəni artıq kompüterin bir neçə proqramını bilir və burada sərbəst şəkildə işləyə bilir. Deməli müəllimlər, növbəti olaraq keçirik. İnformasiya savadlığı nə demək? İnformasiya almaq, yəni bilik almaq deməkdir. İnformasiya bilikdir, məlumatdır. İnformasiya barədə ilkin biliklərə malikdir. O bilir ki, informasiya nədir? Bilikdir. Mən öyrənməliyəm, mən hərfləri öyrənməliyəm. Bu özü də informasiyadır uşaqlar üçün. Mən rəqəmləri yazmalıyam. Bax, bunlar özü də hər biri ayrı-ayrılıqda informasiyadır. İnformasiya axtarmağın və toplamağın yollarını bilir. Uşağa müəllim tapşırır ki, bəs sən məsələn filan mövzuda araşdırma etməlisən və uşaq gedir, onun hansı yolları istəsə kitabdan, istəsə kompüterdən, istəsə telefondan və s.
Beləliklə, ona necə sərf edirsə, o məlumatı axtaracaq da. Yəni özlüyündə müəyyən eləyəcəkdir ki, və necə və hansı şəkildə axtara bilər. İnformasiyanın xassələrini nəzərə almaqla onu emal və istifadə edir. Deməli, aldığı informasiyaya uyğun olaraq o informasiyanı demək emal eləmək, yəni özünə lazım olanı götürmək və daha sonra istifadə etmək. Biz bilirik ki, istənilən yəni elm sahəsində o qədər biliklər var ki, lakin o biliklərin hamısı bizə lazımdırmı indikanda? Təbii ki də yox. Deməli, onu emal edir, özünə lazım olanı götürür və özü üçün istifadə edir. İnformasiyadan fəaliyyətində məqsədyönlü. Baxın, məqsədyönlü aldığı informasiyanı özünün inkişafı üçün, baxın, məqsədyönlü özünün inkişafı üçün istifadə edir. Müəllimlər, ümumiyyətlə qeyd etmək lazımdır ki, bu məqsədyönlü səmərəli ifadəsini gördünüzsə, bu özünü xeyir verə biləcək dərəcədə inkişaf elətdirmək deməkdir. Və qeyd etdiyimiz kimi, yəni artıq 11-ci sinif səviyyəsində uşaqlar, yəni artıq özləri geniş fəaliyyət göstərməyə başlayırlar. Öz fəaliyyətlərində də, yəni informasiya aldıqları, baxın məsələn deyək ki, show bizneslə bağlı o qədər yəni məlumatlar, bunlar da informasiyadır. Amma o informasiya istənilən halda heç birimizi inkişaf elətdirə bilməz. Ona görə də dəyərli müəllimlər, informasiya fəaliyyətindən məqsədyönlü şəkildə, yəni deməli özünə lazım olan, baxın, informasiya xassəsini nəzərə alır, emal eləyir, istifadə edir və daha sonra həmin informasiyanı özü üçün məqsədyönlü şəkildə istifadə edir. Maliyyə savadlılığı nədir müəllimlər? Keçək maliyyə savadlığına. Maliyyə savadlığı pul və qənaət barədə məlumatlıdır. Yəni bilir ki, bax görürsüz fəaliyyətlə bağlı olanlar nə qədərdir? Ünsiyyətdir, əməkdaşlıqdır, rəqəmsal, informasiya savadlığı, maliyyə savadlığı. Görürsüz, biz əgər iş həyatına atılarıqsa, baxın bu səriştələr bizdə mütləq olmalıdır. Pul və qənaət barədə məlumat. Uşağa 1 manat pul verirsiniz, deyir ki, hə, mən özümə saqqız alacağam. Mağazaya gedirəm, saqqız alacağam deyək. Hə, burada uşaq artıq müəllimlər, burada uşaq artıq nəyi öyrənmiş olur? Məsələn, saqqız 50 qəpikdir, 50 qəpiyini verir, alır, qalan pulunu saxlayır. Deməli burada demək uşaq qənaət etməyin nə olduğunu bilir. Ona görə də artıq pul xərcləmir. Özünə lazım olanı alır. Şəxsi büdcəsini səmərəli istifadə edir. Onun pulu var, atası deyək ki, ona bu ay 5 manat artıq pul verir. Başlayır pulun üstünü düzəltməyə, özünə ayaqqabı almağa və yaxud da kitab almağa və yaxud da hər nəsə istədiyi, arzuladığı bir şey alır. Deməli şəxsi büdcəsini səmərəli özünə xeyir verə biləcək dərəcədə sərf etməyə başlayır uşaq. Səmərəli istehlak davranışı nümayiş etdirir, resurslardan qənaətlə istifadə edir. Müəllimlər, səmərəli istehlak davranışını nümayiş etdirir. Bu nə deməkdir? İstehlakçı kimdir? Alıcı. İstehsalçı kimdir? Satıcı. Yəni burada istehlak sözünü görürsə bu alıcıdır. Səmərəli istehlak davranışını nümayiş etdirir. Yəni özünə lazım olanı alır. Bax səmərəli, özünə lazım olan, özünə inkişaf etdirəni alır. Hə və həmin resurslardan qənaətlə istifadə edir. Aldığını belə deyək, cenabol istifadə eləmir. Nə alıbsa qənaətlə istifadə edir də. Yəni belə deyək, qənaətçilik yaranır burada uşaqda. İqtisadi layihələr qurur, yəni iqtisadiyyatla bağlı artıq burada layihələr qurur. Sahibkarlıq ideyaları irəli sürür. Deməli, sahibkar kimlər olur müəllimlər? Öz pullarını idarə etməyi başaran insanlar sahibkar ola bilirlər. Deməli artıq tam orta təhsil səviyyəsinə çatanda, deməli insanlar həmin o tipli insanlar iqtisadi layihələrə meylli olurlar ki, insanları daha çox məlumatlandırsınlar və sahibkarlıq ideyaları irəli sürürlər ki, bax mən necə sahibkar ola bilərəm və yaxud da mən necə sahibkar oldum və bu kimi yəni ideyalarından çıxış edə bilirlər. Daha sonra müəllimlər, gəlirik dəyərlərlə bağlı səriştələrə. Dəyərlərlə bağlı səriştələrdə var milli kimliyin dərki, milli iftixar hissi. Burada açar məqam nədir? Diqqətli olun. Dövlət rəmzləri baxın, dövlət rəmzləri, Azərbaycançılıq ideyaları, yenə də gördüyümüz kimi Azərbaycançılıq ideyaları. Bu adlanır, bu tipli situasiyalar müəllimlər, bu tipli situasiyalar daxildir nəyə? Milli kimliyin dərki və milli iftixar hissi. Baxın, deyir ki, məktəbə hazırlıqda dövlət rəmzlərini tanıyır. Həqiqətən uşaq məktəbə hazırlığa gedir və yaxud da bağça. Nəyi? Bayrağı bilir, gerbi bilir, himni bilir. Bilir də bunlar uşaq. İbtidai təhsil səviyyəsində dövlət rəmzlərinə hörmət nümayiş elətdirir. Bəli, o bayrağı yerə atmaq olmaz. Onu daimi ucada saxlamaq lazımdır. Dövlət rəmzləri ilə bağlı şeirlər deməyə başlayır və bu hörməti uşaq hərəkətində və nitqində qoruyur. Sonra 9 illikdə artıq bütün bunları yiyələndikdən sonra 9 illikdə gəlir, Azərbaycançılıq ideyalarını mənimsədiyini hamıya nümayiş elətdirir. Yəni Azərbaycançılıq ideyalarını mənimsəm tədbirlərdə iştirak edir, konfranslarda iştirak edir. Yəni Azərbaycançılıq ideyası necə? Yəni burada mənimsədiyini nədir? Azərbaycanla bağlı əsas belə deyək ki, belə deyək də bizim Azərbaycançılıq ideyalarımız nələrsə, onları mənimsəyir artıq uşaq. Onları tam şəkildə mənimsəyir. Və 11 illikdə artıq o ideyaları təbliğ etməyə başlayır. Görürsüz? Təbliğ edir. Azərbaycançılıq ideyalarını təbliğ edir. Sonra müəllimlər bir də var fəal vətəndaşlıq mövqeyi. Bununla qarışdırıla bilər. Qarışdırılmamaq üçün mən sizə deyim ki, dövlət rəmzləri, baxın dövlət rəmzləri, Azərbaycançılıq ideyaları və Azərbaycançılıq açar məqamları unutmayaq ki, yəni bu cür situasiyalarla qarşılaşanda çaşbaş qalmayaq. Fəal vətəndaşlıq mövqeyi. Yaşadığı bölgə və ölkə haqqında məlumatlıdır. Baxın burada bölgə var, ölkə var. Ölkəsi haqqında ancaq bilikli olmaqda. Yaşadığı bölgə və ölkə haqqında məlumatı bilir ki, Azərbaycanda yaşayır, filan kənddə, filan şəhərdə. Bax belə bunu bilir. Dövlət və dövlətçilik ənənələri barədə məlumatlıdır. Azərbaycan dövləti necə fəaliyyət göstərir, necə respublikadır, hansı ənənələrə sahibdir. Bax bunlar ölkə barədə məlumatlı olmaq fəal vətəndaşlıq mövqeyinə aiddir. Dövlət maraqlarının müdafiəsində öz rolunu dərc edir. Baxın burada Azərbaycançılıq ideyasını təbliğ edir, amma burada dövlətin maraqları uğrunda maraqlarının müdafiəsini öz rolunu dərc edir. Dövlətlə bağlı məsələ, baxın fəal vətəndaşlıq mövqeyindədir. Bax görürsüz açar məqam. Açar məqamlar. Baxın görün, dövlət ölkə. Dövlət maraqlarını müdafiə edir. Harda
olursa olsun, Azərbaycan dövlətini ola bilər ki, ermənilərlə bir konfransda olunsun, başlayır ermənilər Azərbaycan əleyhinə nəsə eləməyə və bu da fəal vətəndaş kimi öz vətəninin müdafiəsi üçün ayağa qalxır. Belə deyək ki, mübarizə aparır da. Yəni belə dövləti qorumaqdır. Baxın bu dövləti qorumaqdır. Dövlətin tərəfində durmaqdır. Bax budur. Budur. Amma məsələn xaricdə deyək ki, Azərbaycançılıq ideyaları, məsələn deyək ki, hər hansı bir universitetdə oxuyur, universitet məsələn rəhbərliyinin icazə alaraq, məsələn Xocalı soyqırımı ilə bağlı və yaxud da hər hansı bir bayramlarla bağlı nəsə bir tədbir təşkil edə bilər. Axı burada o zaman onlar Azərbaycançılıq ideyası. Amma burada öz dövlətinə hücum eləyənə qarşı müdafiə eləmək bu artıq fəal vətəndaşlıq mövqeyidir. Şəxsi və sosial məsuliyyət mənimlə. Davranış mədəniyyəti haqqında məlumatlıdır. Davranış mədəniyyəti haqqında məlumatlıdır. Yəni necə davranmaq lazım olduğunu məktəbdə, çöldə necə davranmaq lazım olduğunu uşaqlar artıq 5 yaşından etibarən bilirlər. Şəxsi məsuliyyətini dərk edir. Məktəbə getməlidir, dərslərini oxumalıdır. Sabah dərslisə bu gün dərslərinə hazırlaşmalıdır. Bax belə. Şəxs və cəmiyyət münasibətlərini şərh edir. Şəxsin cəmiyyətdəki rolunu izah eləyir müəllimlər. Bax onun açıqlaması budur. Şəxsin cəmiyyətdəki rolunu yəni izah eləyir və cəmiyyət qarşısında məsuliyyətini dərk edir. Mən bir cəmiyyətə atılsam, özüm bir şəxs kimi necə aparmalıyam? Bax bu qaydalara əmin olur. Bir şəxsin cəmiyyətə, elə ki, bir insanın dənizə münasibəti öz əksini tapır da belə deyək. Və yenə bu ikincini izah edeyim. Cəmiyyət qarşısında məsuliyyətini. Birinci şəxs olaraq öz məsuliyyətini dərk edən insan artıq cəmiyyətdə, bax məktəb özü də cəmiyyətdir də, kiçik bir cəmiyyətdir, sinif yoldaşları filan. Şəxsi məsuliyyətini dərk edir və şəxsi cəmiyyət münasibətlərini şərh edir və şəxsin cəmiyyətdəki rolunu şərh edir və cəmiyyət qarşısında məsuliyyətini dərk edir. Əvvəl şəxsi məsuliyyətini dərk etdiyi halda bu dəfə artıq cəmiyyət qarşısında öz məsuliyyətini, cəmiyyətdə olanda insanlara qarşı necə münasibət göstərmək lazımdır, necə davranmaq lazımdır ki, insanlar narahat olmasına və s. Cəmiyyət qarşısında məsuliyyətini şərh edir. Artıq burada məsuliyyətini şərh edir. Bax görürsüz, burada əvvəl şəxs idi, cəmiyyət, indi burada isə artıq cəmiyyət qarşısında məsuliyyətini şərh edir. Sosial layihələrdə iştirak edir, könüllülük fəaliyyəti. Baxın, sosial layihələr olur da, məsələn mən insanlara necə xeyir verə bilərəm? Mən insanlara necə xeyir verə bilərəm? Məsələn 10 ailəyə yardım etmək lazımdır. Məsələn 10 ailənin uşağı məktəbə gedir, amma müəyyənləşdirilir ki, 10 nəfər ailədir bu məktəbdə, uşaqların heç bir imkanı yoxdur. Məktəbə cəlb eləsinlər, təhsilə cəlb eləsinlər uşaqlarını. Bunun üçün paltar yoxdur, müəyyən vəsait yoxdur və bir qrup insanlar birləşirlər, həmin uşaqlar üçün məktəbə getməsi üçün müəyyən vəsaitlər toplayırlar, alırlar və uşaqların məktəbə getməsini təmin edirlər. Deməli, neylədir? Artıq cəmiyyətə faydalı olmağa başladı. Könüllülük fəaliyyətlərlə məşğul olmaq, məsələn uşaq evlərinə getmək, yardım kampaniyalarında iştirak etmək və s. bunlar hər biri cəmiyyətin maraqları naminə çalışmaqdır. Məsələn, sosial sözün görürsünüzsə, baxın, sosial sözün bircə dəqiqə mən bunu düzəldim. Hə. Məsələn, baxın, burada məsələn davranış mədəniyyəti. Bu şəxsin insanı özü haqqındadır. Şəxs sözü, bax görürsüz, şəxs cəmiyyət, sonra nə bilim sosial, və bunlar hər biri açar məqamlardır. Demokratiya və insan hüquqlarına hörmət edir. Bax məsələn burada hüquqla bağlı görürsüz açar məqamlardır. Hüquq, insan hüquqları, insan hüququ eyni zamanda azadlıqları. Bax diqqətli olun. İnsan hüquqları, azadlıqları. Bax indi gəlin baxaq. İnsan hüquqları barədə təsəvvürə malikdir. Bilir ki, hüquq nədir? Hüquq bizim istəyəndə etdiyimiz, yəni seçim verilib bizə, biz bunu edərik. Bax bu hüquqdur. Yəni öz hüquqları və vəzifələrini bilir. Artıq ibtidai təhsil səviyyəsində uşaq vəzifəsi nədir onun? Hər gün məktəbə gəlmək, dərslərini oxumaq, sinif yoldaşlarına əməkdaşlıq etmək və s. Deməli bu onun vəzifəsidir. Şagird olanda o bilir ki, onun hansı vəzifələr. Əvvəl hüquqlarını dərk edirdi sadəcə. Burada isə hüquqla yanaşı onun vəzifələri var. Digər insanların hüquq və vəzifələrinə hörmət nümayiş etdirir və özünkünü dərk eləyəndən sonra digərlərini də başa düşməyə başlayır. Yəni burada artıq qeyd eləyək ki, uşaqlarda empatiya bacarığı formalaşmağa başlayır və buna görə də demokratiya və insan hüquqlarına hörmət səriştəsini uşaqlarda formalaşdırmaq lazımdır. Və daha sonra gəlir insan hüquq və azadlıqlarının mahiyyətini dərk eləyir. Yəni insanın hüquqları və azadlıqları nə üçündür? Əvvəl vəzifə idi. Hüququ və azadlığı nə üçündür? Hüquq nədir? Mənə seçim verilir ki, bunu edə bilərəm. Etməsəm də olar, amma hansını istəsəm seçə bilərəm. Azadlıq nədir? Mənim azadlığımda, yəni o pulla alınacaq, satılacaq bir şey deyil. İnsanın azadlığı pulunu istədiyi şeyə xərcləmək, təhsil ala bilmək, istədiyində insanlara yardım edə bilmək. Baxın, insanların bu kimi səmərəli fəaliyyəti və istədiyində bütün bunları eləyə bilirsə və digərlərini eləyə bilirsə, deməli bu insan azaddır. Azad deməyin müəllimlər çox üzr istəyirəm. İndiki zamanda çox fərqli mənada başa düşənlər var. Azadlıq o deməkdir ki, insanlar istədiyi anda özünə lazım olanı edə bilməsi, başqaları üçün nə isə lazım olan şeyləri edə bilməsi olur azadlıq. Bu bizim azadlığımızdır. İnsan hüquq və azadlıqlarını müdafiə edir. İnsanların hüquqları və azadlıqları nədən ibarətdirsə, müəllimlər, onları ifadə etməyi, müdafiə etməyi bacarır. Məsələn, görür ki, hansısa sinif yoldaşına kimsə qısnayıb və o gedir onu müdafiə eləyir. Onun hüquqlarını bilir axı. Bilir axı bir insan hüquqlarında nələr var. Onu əzmək olmaz, təhqir etmək olmaz, kimliyinə asılı olmayaraq. Və gedir öz dostunun azadlığını belə deyək də, azadlığı naminə gedir öz dostu üçün dostunu müdafiə etməyə. Görürsüz onun hüquq və azadlıqlarını kimsə onu qısnayır, onun hüququnu, azadlığını əlindən alır və o uşaq sinifdə istədiyi kimi hərəkət edə bilmirsə, deməli onun azadlığı əlindən alınır. Yəni şagird kimi davrana bilmirsə, qorxursa, geri çəkilirsə və özünə qapanırsa, deməli onun hüquqları əlindən alınır. Və ona görə də uşaq görür sinif yoldaşında belə bir çətinlik yaşayır və ona görə də o da gedir, onun hüquq və azadlıqlarını müdafiə edir. Mədəni müxtəlifliyə hörmət. Mədəni müxtəlifliyə hörmət nə deməkdir müəllimlər? Mədəni müxtəliflik barədə məlumatlıdır. Nədir? Mədəni müxtəliflik odur ki, dünyada bizim kimi nə qədər xalqlar yaşayır, onların özlərinin adət-ənənələri var, oyunları var, belə deyək, rəqsləri var, yeməkləri var, başqa incəsənət nümunələri var və s. var. Mədəni müxtəlifliyə, yəni burada etnik qruplardır, dillərdir, dinlərdir, sonra demək mənsub insanlar, dinlərə, irqlərə mənsub insanlardır. Bunların hamısını qəbul edir. Burada artıq məlumatlı olduğu halda burada artıq
Artıq uşaq qəbul eləyir ki, bəs belə insanlar var. Sonra bircə yaşayış qaydalarına əməl eləyir. Məsələn, əgər onun qonşusu qaradərili bir insandırsa, onun uşaqları da qaradərilidirsə, oyun zamanı ayrı seçkilik etmir. Üstəlik də ki, o insanların fikirlərini normal şəkildə qəbul eləyir. Onları dinləməyi bacarır, onlara hörmət göstərir. Baxın, əməl edir də, yəni onlara hörmət göstərir, dinləməyi bacarır. Onlarla bir yerdə yaşayanda çalışır ki, yaşayış qaydalarına elə əməl etsin ki, onları incitməsin və s. Ayrı seçkiliyin yol verməzliyini əsaslandırır. Yəni burada uşaq artıq yəni düşünür ki, o da mənim kimi bir insandır və mən bunda heç bir ayrı seçkilik edə bilmərəm. Və anlayır ki, yəni mən bunu edə bilmərəm sadəcə. Edə bilmərəm. Yəni istəsəm yox, burada onun hüququ yoxdur. Burada onun sadəcə olaraq vəzifəsi var və burada bu zaman şagird artıq öz vəzifəsini anlamış olur. Beləliklə, hörmətli müəllimlər, gəlin əvvəldən etibarən baxaq. Yenə də sizlə sual-cavab eləyək. Burada müəllimlər, deməli, fəaliyyətlə bağlı olan səriştələr hansılardır? Üzr istəyirəm, təfəkkürlə bağlı olanlar burada oldu yaradıcılıq, tənqidi təfəkkür, problem həll etmə, qərar qəbul etmə, müstəqil öyrənmə. Deməli, biz dedik qərar qəbul etmə və problem həll etmə nə oldu? Problem bizim həyatımızdadır və biz onu həll etdikdə o bizim həyatımızdan çıxır. Qərar verdikdə isə həmin qərar verdiyimiz məsələ bizim həyatımıza daxil olur. Bax, belə bunları bir-birinə fərqləndirə bilərsiniz. Eyni zamanda burada görürsünüz, açar məqam var. Problem, 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 problem. Burada nədir? Qərar qəbul etmək, qərar, qərar, qərar. Yəni bax bu şəkildə fərqləndirə bilərsiniz. Yenə də müəllimlər, ola bilər ki, sizdə informasiya savadlığı ilə müstəqil öyrənmədə müəyyən şəkildə qarışdıra bilərsiniz. Öz öyrənmə mənbələrini ayırd edir. Deməli, ibtidai təhsil səviyyəsində müstəqil öyrənməyi bacaran uşaq bunları bilir. İnformasiyanı da necə əldə etmək? Baxın, burada müstəqil öyrənmə nə demək? Bilik qəbul etməklə bağlıdır da. Ona görə də o alacağı biliyin hardan ala biləcəyi barədə artıq uşaq məlumatlıdır ki, mən hardan məlumat ala bilərəm. Burada informasiya savadlığında belədir ki, uşaq artıq deyir ki, informasiya axtarmanın, tapmanın yollarını bilir. Deməli, informasiyanı necə mən axtara bilərəm, hardan axtara bilərəm, məsələn, kompüterdə mi, telefonda mı və s. hardan axtara bilərəm və s. bunlar. Burada da ünsiyyət, əməkdaşlıq, rəqəmsal savadlıq, informasiya savadlığı, maliyyə savadlığıdır müəllimlər. Daha sonra gedən dəyərlərlə bağlı milli kimliyin dərki, milli iftixar hissi, burada oldu dövlət rəmzləri, açar məqamlar, Azərbaycançılıq idealları və onların təbliğidir. Fəal vətəndaşlığını və öz yaşadığı ölkə haqqında məlumatlı olmaq və öz dövlətini müdafiə etmək, maraqlarına görə, dövlətin maraqlarına görə çalışmaq, fəal vətəndaş. Məsələn, bir şəxsin çıxıb Azərbaycanı belə deyək ki, təbliğ etmək, bölgələr haqqında məlumatlıdır. Məsələn, Azərbaycanda şəhidlərlə bağlı məlumatlıdırsa, paylaşımlar eləyirsə, bunlar fəal vətəndaşlıq mövqeyidir. Öz cəmiyyətində Azərbaycan xalqı ilə bağlı öz biliyini bölüşməkdir. Bax, bunlar fəal vətəndaşlıq mövqeyidir. Şəxsi və sosial məsuliyyət bu bir insanın birinci davranış mədəniyyətindən başlayır. Daha sonra müəllimlər öz şəxsi məsuliyyətini dərk etməsindən başlayır. Daha sonra şəxsin cəmiyyətdəki rolu nədir? Onu izah edir. Bir tək insanın cəmiyyətdə rolu nədən ibarət ola bilər? Onu şərh edir və cəmiyyət qarşısında məsuliyyəti nədirsə, onu dəyərləndirir. Artıq yəni bu hissədə də yenə də qeyd etdiyimiz kimi cəmiyyət qarşısında məsuliyyətini şərh edir. Yəni mən artıq burada məsuliyyətdir. Məsuliyyət də vəzifəsidir onun. Bunu etməlidir. Yəni əgər mən cəmiyyətin nümayəndəsiyəmsə mən bunları etməliyəm. İmkan daxilində etməliyəm. Demokratik insan burada da gördüyümüz kimi müəllimlər açar məqamlar, insan hüququ azadlıqları, bax bunlar açar məqamlardır. Mədəni müxtəliflikdə zaten yəni siz situasiyadan anlayacaqsınız ki, başqa millətlərdir, başqa millətlərin mədəniyyətləri, onların həyata baxışları və s. onların həyata baxışları və bir insanın da ona münasibətini əks etdirmiş olur. Beləliklə hörmətli müəllimlər, bu dərsin də sonuna gəldik. Hər birinizə uğurlar arzulayıram, zehin açıqlığı arzulayıram. İnşallah ki, bu videomuz da sizə səmərəli oldu. Sağ olun.